Sizə gələn dərd bildiyiniz şeylər əslində dərmandır sizin üçün. Səbirli olun, şükranlı olun. Allah siz əzab çəkəsiz deyə yaratmayıb bu dünyanı. Allah sizə əziyyət verməkdən də məmnun deyil. O yalnız sizi müalicə edən bir həkimdir. Bunu başa düşmək çox önəmlidir. Buna sarılmaq çox önəmlidir bu həqiqətən. Düşəndə həyat qaydasına girir. Bəli. Nə cür insan olursa olsun, bil ki, Allah səni sevir və sənin başına gələn işlər sənə zülm vermək üçün deyil, səni müalicə eləmək üçündür, səni doğru yola gətirmək üçün. Ona görə deyir, axırında nə deyir o, ibadət eləyənlər? Yəni deyir ki, Allah insandan lütf edəndir. Lakin Yox, ondan əgər siz şükr etsəniz və iman gətirsəniz, şükr edib və iman gətirməniz üçün sizi bu proseslərə soxdu. Allah, siz özünüz gəlsəydiniz ora buna ehtiyac olmayacaq. o da onu deyir, Allah sizin nə üçün əzab versin? Bu həyatın sirridir. Bu həyatın sirridir. İnsanlar bunu, ateist adam bunu qəbul eləməyə bilər. Nağıl danışırsın. Tamam, sənin üçün bu nağıldır. Mən heç israr da eləmirəm. Eynən, yəni. Amma bir çox adamlar üçün bu nağıl deyil. İmadəddin Nəsimi üçün bu nağıl deyil. Amma sən bəlkə Nəsimidən daha zəkalı oğlansan. Ola bilər. Ömər Xəyyam üçün bu nağıl deyil. Şirazi üçün bu nağıl deyil.